Hər kəsə salamlar. Bu günlər mən sizə 1-ci Dünya müharibəsinə aid olan bir sualın izahını verəcəm. Sualımız gördüyünüz kimi xəritə sualıdır. Keçək sualımızın izahına. Deyir ki, 1-ci Dünya müharibəsi dövrünə aid uyğunluğu müəyyən edin. İlk öncə, baxın, bu sualı işləyən zaman 1-ci Dünya müharibəsinin neçənci illərdə baş verdiyini qeyd edirik. Yazaq, 1914-də başlamışdı, 1918-ci ildə isə başa çatmışdı. Bu belə. Keçək indi bizə təqdim olunan dövlətləri müəyyənləşdirək. Baxın, birinci dövlət. Bura haradır? Osmanlı. İkinci dövlət, bura Rusiyanın ərazisidir. Üçüncü isə Fransanın ərazisidir. İndi isə variantlarımızı oxuyaq. A variantında deyir ki, monarxiya devrilmişdir. Aha. Bu aid olacaq hansı dövlətə? Rusiyaya. Neçənci ildə devrilmişdir? 1917-ci ildə. Fevral inqilabı nəticəsində monarxiya devrilir, Romanovlar sülaləsinin hakimiyyəti başa çatır və Rusiyada iki hakimiyyətli yaranır. Deməli, 2 olacaq A variantı. B-yə baxaq, imperiya elan edilmişdi. Baxın, 1914-1918-ci il aralığında nə Fransa, nə Rusiya, nə də Osmanlı imperiya elan edilməyib. Ona görə B olan cavabları C-ni, B-ni, D-ni çıxırıq. Aha, keçək. Deməli, C-yə Baltik dənizinin çıxışı əldə etmişdi. Bu dövrdə 14-18-ci il aralığında bu ölkələrin heç biri Baltik dənizinin çıxışı əldə etmədiyinə görə C olan cavabımızı A-nı da çıxırıq. Baxaq deyə Erzincan barışığını imzalamışdı. Erzincan barışığının 1-ci Dünya müharibəsində bunu imzalayan Osmanlı idi. Ona görə də 1-ə gedəcək D variantı. Baxaq E variantına. Marna döyüşündə qalib gəlmişdi. Marna döyüşündə ilk öncə xatırlayaq, bax kimlər arasında olmuşdu Marna döyüşü. Marna döyüşü İngilis-Fransız qoşunları, bunlar müttəfiq idilər, plus deməli Almaniya arasında olmuşdu. Və burada İngilis-Fransız qoşunları qalib gəlmişdi. Almaniya məğlubiyyətə uğramışdı və Almaniyanın ildırım sürətli müharibə planı Marna döyüşü nəticəsində puça çıxmışdı. Deməli, Marna döyüşündə qalib gəlmişdi. Bu da aid olacaq 3-ə E variantı gedəcək, yəni Fransa. Deməli, variantlarımızı yenidən qeyd edək. 1-ə D, 2-yə A, 3-ə isə E variantı. Ümid edirəm ki, başa düşdünüz. Sizin üçün faydalı bir video oldu. Əgər videomuz sizin üçün faydalı oldusa, kanalımıza abunə olmağı, bəyənməyi unutmayın. Sağ olun.